Salam dəyərli müəllimlər, mövzumuz kurikulum nədir? Kurikulum necə bir proqramdır? Kurikulum təhsil proqramıdır. Kurikulum təhsil proqramıdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənətdir. Deməli, biz dedik kurikulum nədir? Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən sənətdir. Məzmun dedikdə biz məzmun hissəsində şagirdə nəyi öyrədəcəyik? Təşkil hissəsində öyrədəcəyimiz məzmunu necə təşkil edəcəyik? Hansı üsuldan, hansı formadan istifadə edəcəyik? Və qiymətləndirmə mərhələsində öyrəndiklərimizi necə qiymətləndirəcəyik? Bu isə qiymətləndirmə mərhələsinə aiddir. Deməli, kurikulum nədir? Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən sənətdir. Necə bir sənətdir? Konseptual sənətdir. Konseptual nə deməkdir? Konseptual yenilənən deməkdir. Yəni, kurikulum yenilənən bir sənətdir. Günü-gündən yenilənir, sabit qalmır. Kurikulumun prinsipləri var. Kurikulumun prinsipləri hansılardır? Müəllimlər, kurikulumun 6 prinsipi var. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələbi yönümlülük, nəticə yönümlülük, integrativlik və qiymətləndirmə. Kurikulumun hansı prinsipləri var? Təkrar deyirik. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, integrativlik və qiymətləndirmə. Müəllimlər, şagird yönümlülük prinsipindən şəxsiyyət yönümlülük prinsipi həm də pedaqoji prosesin prinsiplərində var. Gəlin bu prinsipləri ayırd eləyək. Deməli, biz dedik ki, kurikulumun prinsipin biri şagird yönümlülükdür. Şagird yönümlülük nədir? Şagird yönümlülük şagirdin marağı, tələbatı və potensial imkanları ön planda olur. Deməli, şagird yönümlülük prinsipində əsas nəyə nəzər yetirilir? Şagirdin maraq, tələbat və potensial imkanlarının ön planda olmasıdır. Misal gətirək. Misal üçün, müəllim sinifdə dərsi keçən zaman hansı iş üsulunu seçərkən şagirdlərin fikrini ön planda saxlayır. Burada nəyə riayət etmiş oluruq? Hansı prinsip gözlənilir? Burada şagird yönümlülük prinsipi gözlənilir. Şagirdin potensial inkişafı dedikdə isə onun potensial inkişafını inkişaf etdirməliyik. Keçək şəxsiyyət yönümlülük prinsipinə. Şəxsiyyət yönümlülük prinsipi. Şəxsiyyət yönümlülük prinsipi dedikdə şagirddə idrak, ünsiyyət və psixomotor, milli bəşəri dəyərlər formalaşdırılır. İdrak deyəndə beyin, yəni beyin inkişaf elətdir. Ünsiyyət qurma bacarığı, bir də psixomotor, yəni hərəki bacarıqları formalaşır. Deməli, idrak dedikdə dedik nəyi götürürük? Baş, beyin. Ünsiyyət dedikdə, yəni onun nitq bacarığı, psixomotor, yəni ünsiyyət, hərəki bacarıqları formalaşdırır. Şagirddə idraki bacarıq deyəndə, misal üçün, idrak nədir? Deyirik, baş, beyin. Yəni, şagird mövzunu oxuyur, öyrənir, amma təhlil edə bilmir. Bu, şagirdin idraki bacarıqlarındadır. Yəni, təhlil edə bilmirsə, deməli, bunda idrak yaxşı inkişaf etməyib. Ünsiyyət bacarığı dedikdə, yəni şagirdin nitq dili var, amma danışa bilmir. Bu, şagirdin ünsiyyət bacarığına ziddir. Yəni, şagirdə ünsiyyət bacarığı yoxdur. Nitqi dili var, bilir, amma danışa bilmir. Psixomotor bacarıqları dedikdə isə, misal üçün, şagird hərəki, yəni idman hərəkətlərini etməyi bacarırsa, bu onun psixomotor bacarıqlarının inkişafıdır. Deməli, şəxsiyyət yönümlülük prinsipində idrak, ünsiyyət, psixomotor bacarıqları inkişaf edir. Şəxsiyyət yönümlülük prinsipi şagirdi şəxsiyyət kimi yetişdirir. Onda milli bəşəri dəyərləri formalaşdırır. Milli bəşəri dəyərlər odur ki, yəni, misal üçün, müxtəlif dinlərdir, onlara hörmətlə yanaşır, adət-ənənələrimizi bilir, hörmətlə, qayğı ilə yanaşır. Bunlar hamısı şagirddə milli bəşəri dəyərlər hesab olunur. Bir sözlə desək, şəxsiyyət yönümlülük prinsipi şagirdi şəxsiyyət kimi yetişdirir. İndi isə baxaq tələb yönümlülük prinsipinə. Müəllimlər, tələb yönümlülük prinsipi nədir bəs? Tələb yönümlülük
tələb yönümlülük prinsipinə baxırıq. Tələb yönümlülük fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Tələb yönümlülük nədir? Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Yəni, tələbə uyğun olmalıdır. Misal üçün, müəllim müasir metodlardan istifadə edərək, müasir tələbata əsasən dərs keçir. Bu, tələb yönümlülük prinsipini qoruyub saxlamış olur. Bəs nəticə yönümlülük prinsipi? Nəticə yönümlülük əldə olunacaq təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən olunmasıdır. Deməli, nəticə yönümlülük nədir? Nəticə bilirik ki, sonda olur. Amma nəticənin əvvəlcədən müəyyən edilməsi nəticə yönümlülük prinsipidir. Misal üçün, müəllim ilin əvvəlində nə tutur? İllik planlaşdırma tutur, gündəlik tutur. Misal üçün, illik planlaşdırma ola bilər, tezlərdə perspektiv planlaşdırma, yəni fərqi yoxdur. Gündəliyi də cari kimi verə bilər. Bunları dəyişmirik, yəni olduğu kimi saxlaya bilərik. Deməli, illik planlaşdırma və yaxud da ki, gündəlik planlaşdırma tutur. Bunları əvvəlcədən nəticələr formasında müəyyən edirik ki, misal üçün, deyək ki, 6-cı sinifdirsə, bilirik ki, 6-cı sinifin sonunda şagird hansı bilik bacarığa yiyələnəcəkdir və yaxud dərsə giririk, hansı dərsi keçirik, bilirik ki, bu mövzuya əsasən biz bilirik ki, şagirdə biz nəyi öyrədəcəyik, şagird sonunda hansı bilik bacarığa yiyələnəcək. Bunlar nəticə formasında əvvəlcədən müəyyən olunursa, bu nəticə yönümlülük prinsipini əhatə etmiş olur. İndi isə nəzər yetirək inteqrativlik prinsipinə. İnteqrativlik yəni inteqrasiya. Yəni təhsilin məzmun komponentlərinin bir-biri ilə həyatla sistemli şəkildə əlaqəsi. İnteqrativlik prinsipində inteqrasiyanın növləri var. Fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya və fənüstü inteqrasiya. Əgər fəndaxili inteqrasiya deyiriksə, bu bir fənin daxilində mövzuların bir-biri ilə əlaqələnməsi, bu fəndaxili inteqrasiya. Misal üçün, belə deyək ki, coğrafiya dərsidirsə, coğrafiya dərsində mövzuların bir-biri ilə əlaqələndirilməsi, bu fəndaxili hesab olunur, eyni fənin daxilində. Fənlər arası inteqrasiya deyirsə, fənlər arası inteqrasiya iki müxtəlif fənin, misal üçün deyək ki, kimya ilə biologiyanı əlaqələndiririksə, bu fənlər arası inteqrasiya hesab olunur. Misal üçün, kimya dərsində keçdiyimiz mövzunu biologiya dərsi ilə əlaqələndirir, biologiya dərsliyində hansısa mövzu ilə əlaqələndiririksə, bu fənlər arası hesab olunur. Fənüstü inteqrasiya artıq onu həyatda tətbiq etməkdir. Yəni, misal üçün, bir öyrəndiyini şagird məzmunu öyrənir, onu həyatda tətbiq edirsə, bu fənüstü inteqrasiya, bu ən yüksək, ən üstün səviyyə hesab olunur. Deməli, inteqrativlik inteqrasiyadır. Təhsilin məzmun komponentlərinin bir-biri ilə həyatla sistemli əlaqəsidir. Fəndaxili inteqrasiya var, fənlər arası inteqrasiya var, fənüstü inteqrasiya var. Fənüstü inteqrasiya ən yüksək səviyyədir. Fəndaxili inteqrasiya eyni fənin daxilində mövzuların əlaqələndirilməsi, bu fəndaxili inteqrasiya hesab olunur. Fənlər arası inteqrasiya iki müxtəlif fənnin mövzusunun əlaqələndirilməsidir. Fənüstü inteqrasiya da həyatda tətbiq etməkdir. Yəni, şagird öyrəndiyini həyatda tətbiq edə bilirsə, bu fənüstü inteqrasiya hesab olunur. İndi isə gəlin baxaq qiymətləndirmə. Baxaq görək qiymətləndirmə nədir? Qiymətləndirmə bilirik ki, təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Qiymətləndirmə əsasən nəyə əsasən aparılır? Qiymətləndirmə səviyyələrə əsasən aparılır. Biz şagirdi necə qiymətləndiririk? Misal üçün, kafi, qeyri-kafi, yaxşı, çox yaxşı kimi qiymətləndirə bilərik. Səviyyələrə görə deyəndə, misal üçün, 20, 30, 20% bu kimi səviyyələr əsasən suallar olmalıdır ki, onlara əsasən biz şagirdlərimizi qiymətləndiririk və müəllimlər. Belə deyək də, ballara əsasən biz dövlətin qoyduğu tələb nədir bizə? Qiymətlərə əsasən şagirdlərimizi qiymətləndiririk. Misal üçün, qiymətlərimiz 2, 3, 4, 5 və bu ballara əsasən biz bunu necə hesablayırıq? Deyək ki, qiymətləndirmədə şagird 0-30 bal aralığında toplayıbsa, bu zaman o 2 qiymət alacaq. Yox, əgər 30-60 bal aralığında toplayıbsa, bu zaman 3 qiymət alacaq. 60-80 bal aralığında toplayıbsa, bu zaman 4 qiymət alacaq. 80-100 bal aralığında toplayıbsa, bu zaman şagird 5 qiymət alacaqdır.
Bu da bizim qiymətləndirməmizdir. Düzdür, biz qiymətləndirməni ayrıca bir mövzu kimi keçəcəyik. Sadəcə indi qısa məlumat kimi öyrəndik. Və sonda biz nələrə nəzər yetirəcəyik? Kurikulumu tərtib edənlər hansı suallara cavab axtarıb? Deməli, kurikulumu tərtib edənlər bir sıra suallara cavab axtarıb. Bu da nəyi əhatə edir? Biz mövzunun əvvəlində nə dedik? Dedik, kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirir. Deməli, kurikulum məzmunu dedik, məzmunu. Təşkili dedik, bir də qiymətləndirilməsi. Məzmun bölməsinə hansı bilik, bacarıq, dəyərlər kurikulumda öz əksini tapacaq? Bu bilik, bacarıq, dəyərlər, kompetensiyalar gələcəkdə şagirdlərin həyatı bacarıqlarını formalaşdıracaqmı gənclərdə? Deməli, bu məzmun bölməsinə aiddir. Təşkil bölməsində deyirik ki, məzmunu, təşkili. Təşkil bölməsində deyirik ki, bəs şagirdlər öyrənmə prosesini necə uyğun və maraqlı edə bilərik? Öyrənmə prosesini şagirdlər üçün necə uyğun və maraqlı edə bilərik? Və sonda qiymətləndirmədə də bildiyimiz kimi daha məhsuldar, daha effektiv qiymətləndirməni necə edə bilərik? Bir də müəllimlər, keyfiyyətli kurikulumun göstəriciləri var. Keyfiyyətli kurikulumun göstəriciləri hansılardır? Keyfiyyətli kurikulumun göstəriciləri, bunu PEDA ilə dediyimiz kimi yadımızda saxlayırıq. Aktual olmalıdır. Yəni, kurikulum yenilənirsə, bu onun aktuallığıdır. Praktik olmalıdır, yəni öyrəndiyini şagird həyatla əlaqələndirməlidir. Effektiv olmalıdır, yəni nəticə olmalıdır. Davamlı, yəni yenilənən olmalıdır. Bu da kurikulumun keyfiyyət göstəriciləridir.